Salam, hər vaxtınız xeyir olsun. Bugün biz ikinci dərəcəli üzvlər mövzusuna baxacağıq və onların izahını verməyə çalışacağım sizə. İkinci dərəcəli üzvlər haqqında ayrı-ayrılıqda məlumatlarla tanış olacağıq. İkinci dərəcəli üzvlərdən birinci başlayırıq təyin haqqında məlumatımıza. Deməli, yazaq bura təyin. Deməli, işarəsini qeyd edək onun, təyinin. Təyin isimlə və isimləşmiş sözləri izah edən, yəni təyin edən ikinci dərəcəli üzvdür. İsimləri və isimləşən nitq hissələrini, yəni ismi sualına cavab verən nitq hissələrini izah edən, yəni təyin edən bir ikinci dərəcəli üzvdür. Təyin zərfliklə çox oxşardır. Ancaq təyini zərflikdən fərqləndirən əsas cəhətlərdən biri odur ki, təyin ilə bağlı olur, isimlə bağlı olur. Məsələn, yazırıq bura ki, o gözəl şəhəri gəzirdi nümunəsində. Gəzirdi xəbərdir. Hər an gəzirdi şəhəri tamamlıq. Hansı şəhəri? Gözəl şəhəri. Belə deyirəm ki, o deməli, gözəl rəqs edirdi nümunəsində. Artıq gözəl sözü bu cümlədə təyin yox, tərz-i hərəkət zərfliyi olacaq. Və birinci cümləmizdə qeyd edədiyimiz deməli söz sifətlə ifadə olunmuş təyindir. İkinci cümlədə qeyd olunan gözəl sözü isə tərz-i hərəkət zərfi ilə ifadə olunmuş tərz-i hərəkət zərfliyidir. Və zərfliyin tərz-i hərəkət təyindən fərqi əsasən bundan ibarətdir. Zərflik, üzr istəyirəm, təyin bütün cümlə üzvlərinə aid ola bilər. Təyin özünə də aid ola bilər. Yəni özünü də izah edə bilər. Məsələn, mənim qeyd etdiyim təyin tamamlıqla bağlıdır. Ancaq təyini qeyd edə bilərik ki, məsələn, o mübtəda ilə bağlı olsun. Hərəsinə aid birini yazaq. Məsələn, deyirik ki, yaxşı, üzr istəyirəm, deməli, yaxşı insan deyək ki, odur nümunəsində, odur xəbər. O kimdir? İnsandır. Necə insandır o? Yaxşı insandır və görürük ki, burada təyin mübtəda ilə bağlıdır. Yəni mübtədanı təyin eləyir, izah eləyir. İndi bir digər nümunə kimi baxa bilərik ki, təyin məsələn tamamlığı yazmışıq. İndi xəbərə aid olan yazaq. Məsələn, bura səfalı yerdir. Nümunə qeyd elədik. Və yerdir xəbər. Necə yerdir? Səfalı yerdir. Yəni xəbərlə bağlıdır. Təyin özünə də aid ola bilir. Ona aid bir nümunəyə baxaq indi. Yazırıq ki, qırmızı paltarlı qız deyək ki, oxuyurdu nümunəsində. Oxuyurdu, kim oxuyurdu? Qız oxuyurdu. Hansı qız oxuyurdu? Paltarlı təyin. Hansı paltarlı qız? Qırmızı paltarlı. Və gördük ki, təyinlə bağlıdır cümlədə. Deməli, bu təyin isə mübtəda ilə bağlıdır. Yəni, nəticəyə gəlirik ki, təyin, biz zərfliyə aid olan nümunəsində yazaq. Təyin bütün cümlə üzvlərinə aid ola bilər, onları izah eləyə bilər. Məsələn, deyir ki, zərfliyə aid olan nümunəsini qeyd edirəm. Deməli, təhlükəli deməli, ərazilərə getmə. Bax, nümunədir. Getmə. Kim getməsin? Sən getmə. Yoxdur mübtəda. Haraya getmə? Ərazilərə getmə və bu oldu bizim üçün yer zərfliyi və bu yer zərfliyinin qarşısında təhlükəli təyinini görürük. Nəticəyə gəlirik ki, təyin bütün cümlə üzvlərinə bağlı ola bilər, onları izah eləyə bilər. Təyin quruluşca digər cümlə üzvlərində olduğu kimi burada da təyin sadə və mürəkkəb olur. Sözlə, yəni bir nitq hissəsi ilə ifadə olunan təyinlərə sadə təyinlər deyirlər. Söz birləşməsi ilə
və yaxud da mürəkkəb adla ifadə olunan təyinlərə isə mürəkkəb təyinlər deyirlər. Məsələn, bir də mürəkkəb təyin nümunəsi qeyd edək bura. Məktəb direktoru Əli şagirdi çağırdı. Burada indi mürəkkəb ad deyil. Deməli, burada qeyd edəcəyim təhlil edirik. Çağırdı xəbər. Kim çağırdı? Əli. Kimi çağırdı? Şagirdi. Tamamlıq. Hansı Əli çağırıb? Məktəb direktoru Əli çağırıb şagirdi. Və görürük ki, burada mürəkkəb təyin var və ismi birləşmə ilə ifadə olunan təyin var. Məsələn, bir mürəkkəb adla olan deyək, indi yazmıram. Məsələn, xalq artisti deyək ki, xalq artisti, məsələn, Əlibaba Məmmədov vəfat etdi. Kim vəfat etdi? Əlibaba Məmmədov. Hansı Əlibaba Məmmədov? Xalq artisti. Xalq artisti nə olacaq? Mürəkkəb adı olacaq və təyinin ifadə vasitəsi orada mürəkkəb addır və təyin quruluşca həmin cümlədə mürəkkəb hesab olunacaq. Bəzən görə bilərik ki, mürəkkəb söz cümlə üzvüdür. Hər dəfə bunu təkrarlamaq istəmirəm. Mürəkkəb söz cümlə üzvü olanda, düzəltmə söz cümlə üzvü olanda yenə də sadə cümlə üzvü sayılır. Məsələn, deyirəm ki, bircə dəqiqə, deyirik ki, istiotlu yemək sifariş etdi. Sifariş etdi xəbər. Kim sifariş etdi? O. Nəyi sifariş etdi? Yeməyi. Deməli, bu tamamlıq oldu. Ne cür yeməyi, hansı yeməyi sifariş etdi? İstiotlu təyindir bu. Və təyin nə ilə ifadə olunub? Mürəkkəb söz ilə ifadə olunub. Bəs quruluşuna görə bu təyin necə təyin sayılacaq? Sadə təyin sayılacaq. Bəs mürəkkəb təyin nə vaxt olacaq? Söz birləşməsi və mürəkkəb adla ifadə olunan təyinlərə biz mürəkkəb təyin deyəcəyik. Söz birləşməsi və mürəkkəb adla olan təyinlərə biz mürəkkəb təyin deyəcəyik. Nitq hissələrindən isim də təyin ola bilir, sifət də təyin ola bilir, əvəzlik də təyin ola bilir, sayda təyin ola bilir, feildə təyin ola bilir, zərf də təyin ola bilir. İndi nitq hissələrindən yazmıram, elə kifayət edirəm. Nitq hissələrində məsələn sifətləşən isimlər var idi bizdə. Deyir ki, torpaq yol deyək ki, təmir olundu. Necə yol? Hansı yol? Torpaq yol. Təyindir torpaq sözü orada. İsimdir ancaq. İndi sifət nə olar? Deyir ki, məsələn, yaraşıqlı oğlan hər kəsi cəlb etdi. Kim cəlb etdi? Oğlan. Necə oğlan? Yaraşıqlı oğlan. Təyin sifətlə ifadə olundu burada. İndi əvəzliklə ifadə edir. Deyir ki, bu bina bizimdir. Hansı bina bizimdir? Bu bina. İşarə əvəzliyilə ifadə olundu. İndi keçirəm sayla olan deyirik. Deyir ki, 3 kitab aldım. Neçə kitab aldım? 3 kitab aldım. Deməli, 3 orada təyin olacaq. İndi keçirik feillə ifadə olunan. Feillə olanda adətən feili sifət və feili sifət tərkibləri olur. Təyin məsdər təyin ola bilmir, istisnanın çıxmaq şərti ilə. İstisna o demək deyil ki, məsdər təyin olur. İstisnası necədir? Məsdərin, məsələn, deyir ki, məsələn, yazmaq kimi deyək ki, adəti var. Var xəbər, nə var adəti? Necə adəti var? Yazmaq kimi. Qoşmalı söz, məsdər qoşma ilə işlənir və təyin vəzifəsindədir. Bu istisna nümunələridir. Ancaq o demək deyil ki, məsdər təyin olur. İndi feili sifətlə olanlar isə çox olur. Yəni feili sifətin əsas vəzifəsi elə təyin olmaqdır. Məsələn, deyir ki, qaçan atlar yoxa çıxdı. Nə yoxa çıxdı? Atlar. Hansı atlar? Qaçan atlar. Və görürük ki, feili sifət qaçan. Feili sifət təyin vəzifəsində işlənmiş oldu. Bəs feili bağlama təyin ola bilərmi? Xeyr. Feili bağlama təyin ola bilməz. Ancaq nə olacaq? Zərfli olacaq feili bağlama. Bəs indi gəldik sonuncu əsas nitq hissəsi olan zərf mövzusuna. Bəs zərf təyin ola bilərmi? Bəli, ola bilər. Yuxarı və aşağı zərfləri, yer zərfləri təyin ola bilirdi. Məsələn, yazılır bura ki, yuxarı mərtəbə hazırdır. Hazırdır xəbər.
Nə hazırdır mərtəbə? Hansı mərtəbə? Yuxarı mərtəbə. Yer zərfi ilə ifadə olunan təyini gördük biz burada. Yəni təyin mövzusu ilə bu qədər. İndi növbəti cümlə özümüzə keçirik. Növbəti cümlə özümüz olacaq tamamlıq. Yazaq bura tamamlıq. Tamamlıq işarəsini qeyd edək. Obyekt bildirən ikinci dərəcəli üzvdür. Cümlənin obyektini bildirir tamamlıq. Və əvvəlki proqramımızda vasitəli və vasitəli olaraq növləri var idi. Onları şifahi deyərəm mən ki, vasitəli və vasitəsiz. Təhsillik halın suallarına cavab verən tamamlıqlar vasitəsiz tamamlıqlar idi. Təhsillik halın sualına cavab verməyən tamamlıqlar isə olacaqdır vasitəli tamamlıqlar. İndi isə tamamlığın suallarını yazmağa çalışıram. Deməli, birinci vasitəsiz tamamlığın suallarını yazıram. Kimi, nəyi, sonra haranı. Qeyd edim ki, hara ilə bağlı olan suallardan yalnız haranın sualı cümlə özlərində tamamlığa aiddir. Qalan hara ilə bağlı olan suallar zərflikdə olacaq. Bir dənə hara sözü zərflikdə də ola bilər. Hara sualı daha doğrusu zərflikdə də ola bilər, mübtədada da ola bilər. O mövzunu zərfliyi izah eləyəndə deyərəm bunu. Haranı, nə verməyən vasitəsiz tamamlığın və yaxud da qeyri-müəyyən təhsillik halın sualı. Sonra keçirəm vasitəli tamamlığın suallarına. Deməli, başlayaq indi yönlükdən başlayaq. Yiyəlik və adlı hal tamamlıq ola bilmir. Bunu bir mənalı olaraq yadımızda saxlayaq. Ümumiyyətlə, yiyəlik hal, müəyyən yiyəlik hal bir dənə xəbər ola bilir. Qeyri-müəyyən yiyəlik hal isə müstəqil olaraq heç bir cümlə üzvü ola bilmir. Yəni, bunu yadda saxlayaq. Kimin sualı, nəyin sualı, haranın sualı cümlə üzvlərində yoxdur. Bunu belə yadda saxlayaq. İndi isə keçirik vasitəli tamamlığın suallarını yazmağa. Yönlükdən başlayaq. Kimə, nəyə, haraya yox, üzr istəyirəm. Hara ilə bağlı suallar zərflikdə olacaq. Bir dənə bu sual tamamlıqda var. Sonra keçdik, deməli, yerlik hal kimdə, nədə, sonra kimdən, nədən, sonra qoşmalı sualları keçirik. İndi kim ilə, nə ilə, kim haqqında, nə haqqında, sonra nə barədə də ola bilər. Deməli, bu qeyd etdiyimiz suallar, təyini suallarını bayaq unutdum demək. Təyini suallar sifətin və sayın sualları olacaq. Sifətin necə, nə cür, hansı, sayın isə neçə, nə qədər, neçənci. Bu qeyd etdiyimiz suallar nəyin sualı olacaq? Tamamlığın sualları olacaq. Deməli, nə üçün də ola bilər? Yaxud kim üçün? Nə üçün? Bu kim üçün, nə üçün sualı deməli zərflikdə də olur. Səbəb zərfliyində burada da olur. İndi elə geri gəlmişkən deyim ki, deməli əgər kim üçün sualını verdiyimiz, nə üçün sualını verdiyimiz söz əgər yönlük halı çevrilə bilirsə, deyək ki, o tamamlığın sualı olacaq. Mən nümunə kimi yazdım. Deyirəm ki, atam üçün məsələn, hədiyyə aldım. Nümunəsinə baxırıq ki, aldım və hədiyyə tamamlıq. Bu hədiyyəni, bu olacaq vasitəsiz tamamlıq və nə sualını cavab verir. İndi mən kim üçün almışam? Atam üçün. Qoşmalı sualı götürürəm tamamlıq. Niyə belə elədim? Çünki mən burada atam sözünü atama eləyə bilirəm. Üçünü ixtisar eləyirəm oradan atama. Və bilirəm ki, burada olan deməli, kim üçün sualı səbəb zərfliyinin yox, vasitəli tamamlığın sualı hesab olunacaq burada.
İndi davam edirik. Bu deməli tamamlıq nəyi bildirir? Obyekt bildirən cümlə üzvüdür tamamlıq. İndi keçək ikinci səhifəyə. Növbəti səhifəyə keçək. Tamamlıq sadə də ola bilir, mürəkkəb də ola bilir. İsimlə, ismin halları ilə ifadə olunan sözlərlə ifadə oluna bilir. Yəni isimlə də ifadə oluna bilər, sifətlə də ifadə oluna bilər, sayla da ifadə oluna bilər, sonra feillə də ifadə oluna bilər. Deyək ki, zərfin özü ilə də ifadə oluna bilər. Buranı məsələn səliqəyə salın. Haranı səliqəyə salın? Buranı. Yer zərfli deyil orada buranın sözü. Çünki haranı sualı az öncə qeyd eləmişdik ki, haranı sualı deməli yer zərfliyində yox, tamamlıqdadır. Deməli tamamlıq haqqında indi bir məsələni də diqqətinizə çatdırıram ki, təsirlik hal birbaşa tamamlıq olur. Təsirlik hal birbaşa tamamlıq olur. Yiyəlik hal və adlıq hal tamamlıq ola bilmir ümumiyyətlə. İsmin 4 halı deyək də, yönlük, təsirlik, yerlik, çıxışlıq. 4 hal tamamlıq ola bilir. İsmin 4 dənə halı. 2 hal, yiyəlik və adlıq hal isə tamamlıq ola bilmir. Təsirlik hal bəzən olur ki, zaman məzmunu ifadə edir. Təsirlik halda olan söz bəzən olur ki, zaman məzmunu ifadə edir. Və bu vaxtı o tamamlıq hesab olunmayacaq. Məsələn, deyirəm ki, yayı kənddə dincəldik nümunəsində dincəldik xəbər kim? Biz. Harada? Kənddə. Deməli, yer zərfliyi. Bəs nə vaxt olmuşuq biz kənddə? Yayı. Burada olan təsirlik halın şəkilçisidir. Başqa nə ola bilərdi? O mənsubiyyət şəkilçisi ola bilərdi. Baxıram ki, öz yayı. Mümkün deyil yəni bunu demək. Və deməli, bunu götürürəm təsirlik halda olan bir söz. Bəs nə götürəcəm bunu? Tamamlıq götürürmü? Xeyr, götürə bilmərəm. Niyə? Çünki nə zaman sualına cavab verir? Nə zaman kənddə dincəlmişik? Yayı, yəni yayda. Və bunu götürəcəm zaman zərfliyi. Ona diqqət eləmək lazımdır yalnız. İndi bir digər diqqət elədiyimiz məqam isə qeyri-müəyyən vasitəsiz tamamlıq var. Yəni qeyri-müəyyən təsirlik halda olan söz tamamlıq olur. Bəs bunu necə tapacağıq biz? Qeyri-müəyyən təsirlik hal mövzusunda demişdik ki, xəbərin qabağında olur, ya daha doğrusu feilin qarşısında olur. Çox vaxt feilin qarşısında olur. İstisna vəziyyətdə bir dənə var idi ki, feilin qarşısında olmaya bilir. İndi nümunə yazıram. İndi deyirəm ki, o mənə deyək ki, sual verdi. Sual verdi nümunəsində. Baxıram, bu adlı hala oxşayan söz nə ola bilər? Qeyri-müəyyən təsirlik hal ola bilər. Qeyri-müəyyən təsirlik hal ola bilər. Bəs bunu necə çevirirəm? Necə bilirəm? Özümdən ön şəkilçisini artırmaqla, təsirlik halın şəkilçisini artırmaqla bilə bilərəm mən bunu. Və görürəm ki, o mənə sualı verdi. Heç bir problem yoxdur. Bu bir metod və yaxud da ki, o bu əvəzliyini artırmaqla onun qarşısına, belə sözlərin qabağına bu qoysaq əgər, həmin söz təsirlik hal sualını qəbul etmiş olacaq. Məsələn, deyir ki, quş su içdi nümunəsində 2 dənə nə sualına cavab verən söz görürük biz burada. Biri quşdur, biri də sudur. Və bunun yanına təsirlik halın şəkilçisinin quşu olmur, amma suyu ola bilir. Bu bir metod. Təsirlik halın şəkilçisini qoya bilirəm yanına. Deməli, bu olacaq tamamlıq, su sözü, quş sözü isə olacaq müftəda. Mənim metodum necə idi? Bir başqa metod kimi. Deyirəm ki, belə söz, qeyri-müəyyən təsirlik halının qarşısına bu sözünü qoyanda, bu əvəzliyini qoyanda, həmin söz müəyyən təsirlik hala çevrilməlidir. Çevrilə bilmirsə təsirlik halda deyil. Məsələn, deyirəm ki, quş bu suyu çevrildi, içdi. Belə və mən gördüm ki, o nədir? Tamamlıqdır və qeyri-müəyyən təsirlik haldadır. Bu bir digər metod. Başqa bir metodumuz isə həmin bu cümlə ilə davam edirəm ki, qeyri-müəyyən təsirlik halda olan sözü
Xəbərdən ayrılsaq əgər, yəni feildən ayrılsaq əgər, yəni əvvələ gətirsək əgər, o müəyyənə çevrilməlidir o cümlədə. Məsələn, mən deyirəm ki, bir başqa cümlə yazıram, qeyri-müəyyən, təsirli halda olan söz yazacağam. Deyirəm ki, mənə məktub yazdırdı. Mənim metodum neydi? Məktub yazdırdı. Mənim metodum odur ki, bunu xəbərdən ayırdıqda, əvvələ gətirəndə təsirli halın şəkilçisi gəlməlidir onun yanına. Bu bir də gəlir. Məsələn, yazıram ki, məktubu ayırdım. Məktubu və təsirli halın şəkilçisi gəldi, çıxdı bura. Məktubu mənə yazdırdı. Bax, nə oldu? Bu məktubu sözü tamamlıq oldu. Burada da həmçinin tamamladım. Başqa bir metodum neydi? Əvəzlik. Bu əvəzliyi qoyuram. Deyirəm ki, elə bu cümlə yazıram. Mənə bu məktubu yazdırdı. Nə oldu? Təsirli halının şəkilçisi gəldi, çıxdı yerinə. Çünki bu var. Bunu artırdım ona görə. Bu bir metod olsun, bu ikinci metod olsun. Üçüncü metod kimi necə deyərik buna? Üçüncü metod özümüzdən artırmaqla. Özümüzdən. Məsələn, deyirəm ki, mənə məktub yazılır da təsəvvürlə. Məktubu. Yazmamışdım. Deməli, məktub, mötərizədə bu yazıram. Məktubu yazdırdı. Özümdən artırdım bu dəfə. Və bildim ki, məktub sözü nədir? Tamamlıqdır. Amma sual nədir bunun bu cümlədə? Nə? Nə sualını verirəm? Deməli, nə sualını verirəm? Nə sualı tamamlıqda var? Mübtədada var idi. Fərqləndirmə yolunu dedim ki, necə fərqləndirəcəyik? 3 metod qeyd elədik burada. Birinci metodumuz oldu. Yəni, qeyri-müəyyən tamamlığı tapmaq üçün, qeyri-müəyyən təsirli halda olan tamamlığı tapmaq üçün. Birinci metodumuz oldu ki, deməli, həmin sözü cümlənin əvvəlinə gətirirsən. Feildən ayırırsan, yəni. Ayırdım, məktubu mənə yazdırdı. Bax, nə oldu? U şəkilçisi gəldi, çıxdı yerinə. İkinci metodumuz ondan ibarətdir ki, belə sözlərin qabağına bu qoyan kimi tez müəyyən çevriləcək. Müəyyən təsirli hala çevriləcək. Üçüncü metodumuz ondan ibarətdir ki, deməli, özümüzdən mötərizədə qeyd eləmişəm, təsirli halın şəkilçisini əlavə eləmiş oluruq. Tamamlıq haqqında bu qədər. Tamamlıq haqqında bu qədər. İndi keçək zərflik mövzusuna. Zərflik. Zərflik deməli işarəsində budur. Qeyd elədik. Zərflik əlamətin və hərəkətin zamanını, tərzini, yerini, səbəbini, miqdarını, məqsədini bildirən ikinci dərəcəli üzvdür. Birinci başlayaq tərzi hərəkət. Tərzi hərəkət zərfliyi. Tərzi hərəkət zərfliyinin sualı olacaq. Necə, nə cür, nə tərzdə, nə vəziyyətdə? Bu sualları verə bilirik və əlamətlə və feillə, yəni sifətlə də bağlı ola bilər. Tərzi hərəkət zərfliyi. Sadə də ola bilər, mürəkkəb də ola bilər. Bir nümunə yazıram. İndi feillə aid olan, feili xəbərə və ismi xəbərə də aid ola bilir. Ondan sonra deyirəm bura ki, hava yaman soyuqdur. Nümunəsində deyirsən ki, deməli, soyuqdur, sifətlə ifadə olunur, yəni əlamətdir. Necə soyuqdur? Yaman soyuqdur. Sonra nə? Hava. Bir də indi ismi feili xəbərə aid olan nümunə yazıram. Deyirəm ki, o yaxşı, məsələn, o yaxşı danışır. Nümunəsində feili xəbərdir.
danışır sözü və yaxşı sözü də tərz hərəkət zərfliyidir. Mən burada yazdıqlarım sadə tərz hərəkət zərfliyidir. Deməli. Ondan sonra qeyd edək, keçə bir başqa nümunəyə tərz hərəkət zərfliyinə bağlı. İndi mürəkkəb tərz hərəkət zərfliyi yazıram. Burada artıq söz birləşmələri ilə ifadə olunan, yəni sərbəst söz birləşmələri ilə ifadə olunan zərfliklərdən söhbət gedəcək. Deməli, o əsəbi halda, vəziyyətdə, tərzdə, formada, şəkildə, belə sözlər də ola bilər. O əsəbi halda danışırdı. Nümunəsində mürəkkəb deməli, mürəkkəb tərz hərəkət zərfliyi daha doğrusu işlənib mənim üçün burada. Çünki söz birləşməsində ifadə olunub. Sonra bu ismi birləşmə deyək. Buna indi bir feili birləşmə ilə ifadə olunan daha çoxdur. Feili bağlamalarla ifadə olunan tərz hərəkət zərfləri deyərik. Məsələn, deyirəm ki, deyir ki, bizə baxaraq addımlayırdı. Nümunəsində necə addımlayırdı o? Bizə baxaraq. Və mən gördüm ki, burada feili bağlama tərkibi ilə ifadə olunan zərflik var. Bizə sözün baxaraq addımlayırdı. Bizə sözün silsək olacaq feili bağlama ilə ifadə olunan tərz hərəkət zərfliyi. Və quruluşuna görə burada olan və yuxarıda olan zərfliklər mürəkkəb zərflik hesab olunacaq. Mürəkkəb tərz hərəkət zərfliyi hesab olunacaq. Deməli, nə ilə bağlı olur bu zərfliklər? Əlamət və hərəkətlə bağlı olur. Əlamət və hərəkət. Əlamət yəni sifətlə, sifətləşən sözlər və ya sifətlə ifadə olunan deyək ki, xəbərlə bağlı olurlar. Bir də ki, hərəkətlə bağlı olan sözlər hərəkətlə aid olur. Yəni, bu nəticəyə gəlir ki, ismi və feili xəbərə aid ola bilər tərzi hərəkət zərfliyi. Tərz hərəkət zərfliyinin ifadə vasitəsi ən çox olur feili bağlamalar. Ən çox feili bağlamalar olur. Ancaq istisna məqam kimi feili sifətlər də tərz hərəkət zərfliyi vəzifəsində işlənə bilər. İstisna hal kimi. Bu demək deyil ki, feili sifət tərz hərəkət zərfli olur. Bunun istisna vəziyyətli kimi deyirik bunu. Məsələn, gör sözü ilə bağlı olan feili sifətləri tərz hərəkət zərfliyi götürərik. Məsələn, onu düşünən gördüm. Düşünən görmüşəm. Nümunəsində görmüşəm. Gör feilinə söhbət gedir. Nə tərzdə görmüşəm? Ən bax, feil şəkilsini görürük. Düşünən tərzdə, düşünən görmüşəm. Biri bu. Bir də ki, ən şəkilçisi, yəni gör sözü ilə bağlı ola bilər. Bir də mış şəkilçili feili sifətlər də gör sözü ilə bağlı olub tərz hərəkət zərfliyi ola bilər. Məsələn, deyir ki, məsələn, onu peşman, onu daha doğrusu məyus olmuş gördüm. Gördüm xəbər. Nə tərzdə gördüm? Məyus olmuş feili sifəti ilə ifadə olunan deməli, feili sifəti ilə ifadə olunan zərfliyimizi biz gördük burada. Ondan sonra bir də qoşmalı sözlərlə ifadə olunan feili sifətlər də təyin ola bilər. Məsələn, deyir ki, evə çatan kimi xəbər yox, üzr istəyirəm, bu çatan kimi xəbər et olanda, bu da düzdür, deməli, feili sifətin təyin o zərflik olan vəziyyətidir, amma tərz hərəkət zərflik olmayacaq. Xəbər et, deməli, nümunəni qeyd edək. Xəbər et, nə vaxt xəbər eləsin, zaman zərflik olur bu artıq. Bax, çatan sözü qoşma ilə işlənib, yəni feili sifət və zərflik vəzifəsindədir. Feili sifət tərkibi zaman zərfliyi vəzifəsindədir.
Yəni bu düz mövzudan kənara çıxın, tərzi hərəkətə aid deyil məsələn bu mövzu. İndi keçək tərzi hərəkətdən sonra yazaq yer zərfləri. Yer zərfliyi. Yer zərfliyi. Yer zərfliyi hara ilə bağlı olan suallar olacaq burada. Hara? Haraya yönlük al keçdim. Haraya? Harada, haranı yox. Çünki tamamlıqdadır o. Harada, haradan suallarından birinə cavab verəcək bu yer zərfliyi. Yer zərfliyinin ifadə vasitələri yer zərfləri ola bilər. Məsələn, deyir ki, sən deyək ki, ora gedərsən. Nümunəsində ora olduğu yer zərfliyi və zərflə ifadə olundu. Yer zərfi ilə. Yer mənalı, yer məkan mənalı isimlərlə də ifadə oluna bilər. Məsələn, biz şəhərə getdik nümunəsində. Getdik xəbər. Haraya getdik? Şəhərə yer zərfli idi. Sonra nə ifadə oluna bilər? Məsdər, ümumiyyətlə, feillə yer bildirmək biraz çətin məsələdir. Feili bağlama ümumiyyətlə yer bildirə bilməz. Deyir ki, sonra məsdərlə yox, ondan sonra feili sifətlə yox, sonra sayla yox, isimlərlə oldu, zərflərlə oldu, sonra əvəzliklərlə deyir ki, əvəzliklərlə də yox, əvəzliklərlə də yox. Deməli, nə ilə ifadə olunacaq? Yer zərfləri və yer məkan bildirən isimlərlə ifadə oluna bilər. Bir də ki, söz birləşmələri ilə ifadə oluna bilər. Söz birləşmələri ilə ifadə oluna bilər yer zərfləri. Məsələn, deyir ki, kəndin aşağısında dayanmışdı. Nümunəsində dayanmışdı xəbər. Harada dayanmışdı? Kəndin aşağısı. Bax, görürük bu isim birləşməni? Bəli. Deməli, oldu yer zərfliyi. İsim birləşmə oldu. Yer zərfliyi məqamında. Sonra nəticəyə gəlirik ki, yer zərfləri sadə və mürəkkəb ola bilir quruluşuna görə. Tərzi hərəkət zərfləri də belədir. Ondan sonra yer zərfləri deyir ki, həm feili, həm də ismi xəbərə bağlı ola bilir. Məsələn, mən buraya yazdığım ora sözü feili xəbərə aiddir. Feili. İndi belə bir işarə çəkirik və ora sözünü ismi xəbərə aid olan nümunə kimi yazırıq. Deyir ki, deməli, bizi dəqiq baxaq, olurmu? Ora sən bunun nümunəsinə yaza bilmirəm indi. Deyək ki, ismi xəbərə aid olan məncə olmaz bu. Şəhərə deməli mübtəda kimi olur. Ora sözünü işlədirəm, mübtəda kimi olur. Ancaq hara sualına cavab verir. Onda da elə sayılmır. İndi yaxşı, bu mövzuya ilişmək. Keçək bunun ardına. Bu yer zərflərində hara sualı var. Buna əsas diqqət edək. Hara sualı həm mübtədada var, həm də deməli, yer zərfliyində var. Bu sual. Əgər hara sualın ilə bərabər, əgər iki dənə sual verə bilirəmsə, hara və haraya, o olacaq mübtəda. Əgər təkcə haraya, daha doğrusu, özür istəyirəm, tərsinə yazdım. Deməli, təkcə hara sualını verirəmsə, o olacaq, deməli, mübtəda. Təkcə bu sözü verirəmsə, əgər bu sual verirəmsə. Deməli, bir dəqiqə bunu silək. Deməli, əgər
İki sual verə bilirəmsə, hara, bir də haraya. Onda o sayılır yer zərfliyi. Məsələn, bunlar hansı olur? Ora, bura, irəli, geri, yuxarı, aşağı, məsələn, belə zərflər mübtəda da ola bilər, ondan sonra yer zərfliyi də ola bilər. Deyir ki, məsələn, deyir ki, bura hər yerdən gözəldir. Hə, deməli, baxırıq bura. İndi gözəldir xəbər, ismi xəbər. Hara gözəldir? Bura. İndi deyə bilərik mi biz haraya gözəldir? Xeyr, deyə bilmərəm. Ona görə mübtəda götürdüm. İndi bura sözünü mən yer zərfliyi kimi işlədəcəm. Deyirəm ki, bura deməli gəlməmişdim. Gəlməmişdim xəbər. Hara gəlməmişdim və yaxud da haraya gəlməmişdim? 2 dənə sual verə bilirəm. Hara, bir də haraya. Deməli, bu məqamda mən bunu götürəcəm yer zərfliyi. Bunu da belə bu formada məncə səhv eləyə bilmərik. Yəni səhv eləmərik bu izahından sonra. Ondan sonra yer zərfliyi haqqında bu qədər. Keçək növbəti izahımıza. Sonra keçək indi. Kəmiyyət miqdar zərfliyi. Deməli, miqdar zərfliyi. Kəmiyyət miqdar zərfliyinin sualları olacaq. Deyək ki, nə qədər. Sonra nə dərəcədə. Nə qədər, nə dərəcədə kimi suallara cavab verəcək. Bu zərflər burada diqqət edəcəyik çox sözünə. Çox sözü hərəkətin qarşısındadırsa əgər, çox, məsələn, gəzdik. Çox gəzdik oldu. Hərəkətin qarşısındadır və mən bunu götürürəm miqdar zərfliyi. Bir də deyirəm ki, çox, deyək ki, insan var. İndi bu insan mübtədasına bağlı deyənə bunu götürürəm təyin. Belə deyirəm ki, hava çox soyuqdur, məsələn, istidir. Artıq bunu mən nə deməli təyin götürəcəm, nə də zərfli götürəcəm. Soyuqdur xəbər, bunu heç nə götürməyəcəm. Çünki bu ədat hesab olunacaq bu məqamda. Ədat və suala cavab verməyən söz kimi olacaq. Deməli, çoxaltma dərəcəsini yaradan söz kimi, ədat kimi də düşünək, qüvvətləndirici ədat kimi. Buna diqqət edəcəyik. Bunu o sualını buraya yazaq. Nə dərəcədə, nə qədər. Miqdar zərfliyi həm deyək ki, əlamətin, yəni ismi xəbərin, həm də feili xəbərin miqdarını bildirə bilər. Deyirəm ki, sən tamamilə haqlısan. Haqlısan xəbər. Kim? Sən. Tamamilə. Nə qədər haqlısan sən? Deməli, tamamilə oldu miqdar zərfliyi və ismi xəbərlə bağlıdır. Bir də deyirəm ki, deyək ki, ərzaq tamamilə tükənib. Artıq feili xəbərlə bağlı olan miqdar zərfliyini görürük biz burada. Deməli, bu da mübtəda. Sonra miqdar və kəmiyyətdir. Miqdar və kəmiyyət zərfliyi sadə də ola bilər, mürəkkəb də ola bilər. Sadə olanda bir sözlə, yəni bir nitq hissəsinə ifadə olunur. Mürəkkəb olanda isə söz birləşməsi ilə ifadə olunur. Məsələn, deyirəm ki,
Məsələn, əlləri yorulunca işlədi. Artıq mən burada nə yazıram? Deməli, işlədi. Mürəkkəb miqdar zərfliyini yazıram. Nə qədər işləyib? Əlləri yorulunca feili bağlama tərkibi ilə ifadə olunan miqdar zərfliyini gördük biz burada. Və quruluşuna görə mürəkkəb miqdar zərfliyi sayılır bu. Quruluşuna görə mürəkkəb sayılır. Və ifadə vasitəsi kimi miqdar zərflikləri deməli isimlərlə yox, məsələn saylarla yox, bu olur əsasən feili bağlamalarla, bir də miqdar zərfləri ilə ifadə olunur. Miqdar zərfləri və feili bağlamalarla ifadə olunur. Həm nitqsələri ilə, həm də söz birləşmələri ilə, feili birləşmələrlə miqdar zərfləri yaratmaq olar. Deməli, ismi birləşmələrlə də yaratmaq olar. Məsələn, deyirəm ki, hava hədsiz dərəcədə məsələn gözəldir. Və nəticəyə gəlirik ki, ismi və feili xəbərə də aid ola bilər miqdar zərfliyi. Nə qədər gözəldir hava? Nə qədər gözəl? Hədsiz dərəcədə. Və mən bunu götürəcəm burada ismi birləşmə ilə ifadə olunmuş miqdar zərfliyi kimi. Miqdar və kəmiyyət zərfliyi haqqında bu qədər. İndi keçirik bundan sonraki izahımıza. Yer zərflərini keçdik, tərz hərəkət keçdik, miqdar keçdik. Keçək indi səbəb zərflərinə. Səbəb zərfləri sualı olacaq bunun ki, niyə, nə üçün, nə səbəbə? Bu tipli suallara cavab verəcək və səbəb zərfliyinin əsas vəzifəsi budur ki, səbəb zərfliyində baş verən hadisə, zərfliyin özü yəni, səbəb zərfliyi xəbərdəki hadisədən sonra baş verəcək. Səbəb zərfliyində ifadə olunan hadisə xəbərdəki hadisədən sonra baş verib. Məsələn, deyirəm ki, güldüyü üçün cəzalandı. Bax, cəzalandı xəbər burada. Cəzalandı, indi cəzalandı. Bəs nəyə görə cəzalanıb, nə səbəbə cəzalanıb? Güldüyü üçün, güldüyünə görə və qoşmalı sözlə ifadə olunan səbəb zərfliyini görürük burada. Feili sifət və qoşma ilə ifadə olunan səbəb zərfliyini görürük biz burada. Və burada olan iş xəbərdəki işdən sonra baş verib. Sonra. Bu isə əvvəl olan işdir. Yəni adam birinci gülüb, sonra cəzalanıb. Bu tipdə yəni. Məqsəd zərfliyində isə belə deyil, əksinə. Məqsəd zərfliyində birinci bu olur, məqsəd zərfliyi olur, sonra xəbərdəki iş olur. Xəbərdəki məlumat gəlir. Bu səbəblə məqsədin əsas vəzifələrindən biridir. Sonra məqsəd zərfliyi məsdər kimi olur, magmək, yəni gələcəyə aid olan. Səbəb zərfliyi isə keçmişə aid olur, feili sifətlə, feili sifət şəkilçiləri ilə ifadə olunur. Ondan sonra bu nə üçün sualını yazdıq orada ki, bax əgər deyək ki, məsələn, anam üçün, məsələn deyək ki, gül aldım. Əgər mən orada deyək ki, nə üçün, kim üçün necə istəyirəm orada, məsələn, indi kim üçün bir əşya bildirən söz yazım indi, və daha doğrusu bir digər canlılar yazım. Məsələn, deyirəm ki, məsələn, heyvanlar üçün deyək ki, heyvanlar üçün ot hazırladı. Baxırsan ki, hazırladı ot tutanlıq.
nə üçün hazırlayıb? Burada demirəm ki, kim üçün. Nə üçün hazırlayıb? Deməli, heyvanlar üçün və burada olacaq tamamlıq nə üçün sualı. Niyə belə olurdu? Çünki mən bunu üçün ixtisara verirəm və bir dənə bunu belə yaza bilirəm. Heyvanlara. Heyvanlara yaza bilirəm. Yaza bilirəmsə onda tamamlıq olur. Eləyə bilmirəmsə əgər bunu, onda nə üçün sualı, kim üçün sualı zərflikdə səbəb və yaxud da məqsəd zərfliyinə aid ola bilir. Aid olur. Yəni onun sualı hesab olunur da. Ondan sonra səbəb zərflikləri söz birləşməsi və nitq hissələri ilə ifadə oluna bilirlər. Həm söz birləşmələri ilə, həm də nitq hissələri ilə ifadə olunurlar. Məsələn deyirəm ki, deməli, məsələn, evə deməli, çatdığına görə sevindi. Sevindi xəbər kim? O. İndi bax burada nə görürük? Burada görürük ki, deməli, evə çatdığına üstəgəl mən subyekt var. Fe'li sifət şəkilçisi görürəm burada. Və ikisini niyə görə sevinib? Adam evə çatdığına görə qoşman da qoşuram ona. Və söz birləşməsi ilə ifadə olunan səbəb zərfliyini gördük burada. Və sözlə də ifadə oluna bilər, söz birləşməsi ilə də ifadə oluna bilər. Əsasən qoşmalı sözlərlə ifadə olunur səbəb zərflikləri. Sonra səbəb zərfliyi haqqında bu qədər. Ondan sonra barədə kimi sözlərlə, ondan sonra deyək ki, barədə sözü səbəb zərfliyində uğrunda belə tipli qoşmalar olur da. İndi onu tam əzbəl kimi yadda saxlamayaq bu mövzunu. Uğrunda məsələn deyək ki, vətən uğrunda şəhid oldu, o məqsəd zərfliyi olacaq. Deyir ki, deməli, məsələn, kitab barədə danlandı. İndi niyə danlanıb? Kitab barədə danlanıb, kitab haqqında danlanıb, kitaba görə danlanıb. Yəni bunları çox belə əzbərləməyə ehtiyac görmürəm. Bu məsələlər yəni dayanmaq istəmirəm bunların üzərində. Keçirik indi məqsəd zərfliyinə. Məqsəd zərfliyi. Məqsəd zərfliyi gələcəyə aid olan bir işdir bu. Gələcəkdə baş verə biləcək bir işi göstərir bu məqsəd zərfliyi. Deməli, məsdər formasında olur. Deməli, məsdər formasında deyəndə ki, yəni gələcəyə aid olan və suallarını qeyd edək bura. Niyə, nə üçün, nə məqsədlə. Orada nə səbəbə idi, indi nə məqsədlə olur. Nə məqsədlə. Suallarına və yaxud da buna oxşar suallarından birinə cavab verəcək məqsəd zərfliyi. Ondan sonra məqsəd zərfliyi kimi həm sadə, həm mürəkkəb olur. İndi yazaq, nümunələr üzərində baxaq. Deyirəm ki, deməli, şəhərə, daha doğrusu, deməli, şəhərə getmək üçün can atırdı. Can atırdı bizim sadə, frazoloji birləşmə ifadən sadə xəbərimiz. Nə məqsəddə, nəyə görə bu can atırdı bu adam? Şəhərə getmək üçün və məsdər tərkibi ilə ifadə olunan məqsəd zərfliyini biz burada görürük. Deməli, məqsəd zərfliyini biz görürük. Nə ilə ifadə olunur? Məsdər tərkibi ilə ifadə olunub. İndi buraya başqa bir nümunə yazaraq ki, deyir ki, onun deyək ki,
Ancaq məstərlə olan nümunələr ağlıma gəlir. Düz başqa ola bilər, başqa nümunələr də ola bilər. Onun düşünmək deyir ki, barədə tərəddüdü var idi. Bir baxaq görək, buradan olur mu? Var idi xəbər. Nə var idi? Tərəddüdü var idi. Niyə var idi o tərəddüdü? Düşünmək barədə. Deməli, üzr istəyirəm, bax, burada bunu qeyd etmək lazımdır. Onun tərəddüdünü, bax, burada görmək lazımdır. Görüm, uyğun gəlmədi. Deməli, bu nədir burada? Aslı, isim birləşmənin aslı tərəfi. Belə nümunələrə diqqət edin. Burada isə əsas tərəfdir bu. Və buradan başlayaq, götürək mübtəda. Hamısını birlikdə götürdük. Mübtəda. Məsələn, ola bilər ki, onun məqsədi oxumaqdır. Yəni, harada belə görürüksə götürmürük də, məstərlə ifadə olunur adətən bunlar. Deyir ki, dayanan bir başqa nümunə deyirəm ki, indi məsələn, onlar el yolunda şəhid oldu. Onlar el yolunda şəhid oldu. Təhlil etməyə çalışacaq cümləni. Şəhid oldu. Xəbər. Kim şəhid oldu? Onlar. Onlar nə məqsədlə şəhid olublar? Niyə görə şəhid olublar? El yolunda. Deməli, ismi birləşmə ilə ifadə olunan məqsəd zərfliyini biz burada görmüş oluruq. Yəni, bayaq dedim ki, məstərlə olan nümunələr ağlıma gəlir, amma belə bu tipdə olan nümunələr də olur ki, deməli, ismi birləşməli. Yəni, baxırıq da, deməli, məqsəd zərfliyi ən vacib məsələ odur ki, məqsəd zərfliyi nə olurdu? Gələcəkdə baş verən bir işi göstərir. Yəni, daha doğrusu, xəbərdəki hadisədən əvvəl olur. El yolunda şəhid olub. Deməli, birinci adam el yolu üçün şəhid olmağa bir qərarlaşıb və bu el yolu üçün şəhid olmalı, sonra şəhid olub da. Yəni, deyək ki, bir məqsədi var da, hamının ki, vətənim üçün çalışıram, vətənim üçün xidmət edirəm. Yəni, biz xidmətə gedəndə fikirləşirik ki, mən hara gedirəm xidmətə? Mən vətənə xidmət eləmək istəyirəm. Vətənim üçün canımdan da keçərəm. Deməli, bu mənim arzularım və fikirlərimdir də burada olan. Birinci budur da. Sonradan şəhid olub adam. Yəni, gördükmü? Xəbərdəki iş məqsəd zərfliyində olan işdən sonra olur. Xəbərdəki iş məqsəddə olan işdən sonra baş verir. Məqsəddə olan iş isə birinci olur, əvvəl olur. Bunu belə bir, deyək ki, bu tipdə öyrənək, yadımıza qalar məncə. Bu da isə sonra olur. Deməli, ikinci dərəcəli üzvlər haqqında izahımız bu qədər. Bəyəndiksə əgər fikir bildirməyi, şərh bildirməyi və bəyənməyi, kanala abunə olmağı unutmayaq. Sağ olun, növbəti izahlarda görüşənədək.